Amerika Birleşmiş Ştatları ve İranın iyulun 7'sindən başlayan qarşılıqlı hərbi hücumları yeni mərhələyə keçərək daha təhlükəli xarakter alıb və keyfiyyət baxımından eskalasiya həddinə çatıb. Diqqəti çəkən məqamlardan biri budur ki, bu dəfə İranın hücumları əsasən İordaniyaya yönəlib. Son 5 gün ərzində bu ölkə 4 iri hücuma məruz qalıb. Onlardan biri iyulun 17-sində baş tutan hücum 2 Amerika əskərinin həlak olması və bir əskərin itkin düşməsi ilə nəticələnib. Bu hücumlar nəticəsində ümumilikdə onlarla Amerika hərbiçisi yaralanıb. Bir neçə helikopter isə zədələnib. İordaniyanın hədəfə çevrilməsi Pentagon qüvvələrinin bir hissəsinin Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdən İordaniya və İsrailə köçürülməsindən sonra baş verib. Bu bölgələr nisbətən daha təhlükəsiz hesab olunur. Qeyd olunan addım İranı cari ilin iyun ayında Tehran və Vaşinqton arasında imzalanmış anlaşma memorandumundan sonra ilk dəfə olaraq hücumların coğrafiyasını İordaniyanı da əhatə edən şəkildə genişləndirməyə sövq edib. Həmin hücumların əhəmiyyəti təkcə ölən və yaralananların sayında deyil, həm də Pentagonun qiymətləndirməsinə görə İranın artıq ABŞ qüvvələrini regiondakı müttəfiq silahlı qruplaşmalar, xüsusən İraqdakı proksilər üzərindən deyil, birbaşa hədəfə almasındadır. İranın bu addımları ABŞ prezidentinin kəskin reaksiyasına səbəb olub. Donald Trump bildirib ki, bizim hər əskərimizin öldürülməsinə görə İran bir neçə dəfə artıq bədəl ödəməli olacaq. Qarşıdurmanın hazırki mərhələsi coğrafi, əməliyyat və infrastruktur baxımından genişlənmə ilə xarakterizə olunur. Döyüş meydanı artıq yalnız İran və ya Hörmüz boğazı ilə məhdudlaşmır. İordaniya, Küveyt, Bəhreyn, Qətər, Oman və Suriyanı da əhatə edir. Körfəz bölgəsindəki ABŞ bazaları və hərbi obyektləri, neft tankerləri, eləcə də enerji və su infrastrukturu təhdid altına düşüb. Bunun müqabilində Amerika Birləşmiş Ştatlarının hücumları İranın gəmiçiliyi pozmaq imkanlarını zəiflətməyə, onun hərbi və logistik potensialına zərbə vurmağa yönəlib. Bu hücumlar göstərir ki, Hörmüz boğazı artıq sadəcə əlavə təzyiq vasitəsi deyil. O, müharibənin hərbi, siyasi və iqtisadi mərkəzinə çevrilib. Baş verənlər ona dəlalət edir ki, qarşıdurma artıq regional xarakter alıb. Amma proses hələ bütün komponentləri ilə tam miqyaslı regional müharibəyə çevrilməyib. Hazırki şəraitdə ən ehtimal olunan senari ABŞ-nin İranın raket, hava hücumundan müdafiə və sahil obyektlərinə zərbələri davam etdirməsi. Eyni zamanda İranın Körfəz bölgəsindəki bazalara, limanlara və gəmilərə hücumlarını sürdürməsidir. Buna cavab olaraq Amerika Birləşmiş Ştatları da dənizdə nəzarət əməliyyatlarını davam etdirəcək. Vaşinqton hava və dəniz hərbi əməliyyatlarını davam etdirə bilər. Lakin bu ilin fevralında ABŞ və İsrailin İrana qarşı müharibəsinin başlanğıcında elan etdiyi maksimal siyasi məqsədlərə çatmaq, məsələn, İranın nüvə və raket imkanlarını tam məhv etmək və ya yalnız hava qüvvələrinin köməyi ilə rejim dəyişikliyinə nail olmaq çox çətin görünür. İran da ABŞ-ni ənənəvi hərbi üsullarla məğlub edə bilməz. Lakin raketlər, pilotsuz uçuş aparatları, gəmiçiliyin pozulması, regional bazaların, eləcə də enerji obyektləri və infrastrukturun hədəfə alınması vasitəsilə ABŞ və region üçün xərcləri artırmaq imkanına malikdir. Bununla belə eskalasiyanın qarşısını alan bir neçə maneənin aradan qalxması faktiki olaraq ən pis senariyə, qarşıdurmanın geniş miqyaslı regional müharibəyə çevrilməsinə yol aça bilər. Amerika Birləşmiş Ştatlarının İran ərazisindəki hədəfləri bombalamasının ardınca anlaşma memorandumunun iflası İranda atəşkəsə inamın azalmasına səbəb olub. Bu isə İran rejimindəki radikal qanadın arqumentlərini və mövqeyini gücləndirib. Digər tərəfdən Körfəz ölkələrinin hökumətləri İrana münasibətdə balanslaşdırılmış mövqe nümayiş etdirmələrinə, hücumlarda iştirakdan, öz əraziləri və hava məkanının istifadəsinə icazə verməkdən imtina etmələrinə baxmayaraq, Tehran yenə də qonşu ölkələrə hədəfə alıb. Bundan əlavə Hörmüz boğazında gəmiçiliyi pozmaqla kifayətlənməyərək, özünün müttəfiqi Yəmən husilərinin əli ilə Bab əl-Məndəb boğazında gəmilərə və neft tankerlərinə qarşı da hücumlar həyata keçirib. Dünən husilər Səudiyyə Ərəbistanına qarşı dəniz blokadasına başladıqlarını elan ediblər. Bu addımlar Qətər, Pakistan və Omanın vasitəçilik kanallarını zəiflədib və Ərəb ölkələrində Tehrana qarşı narazılığı artırıb. Doğrudur, Qətər atəşkəslə bağlı yeni təkliflərini Vaşinqton və Tehrana təqdim edib. Amma onun xüsusən Trump tərəfindən qəbul ediləcəyi sual altındadır. Bütün bu amillər 3-cü senarinin, yeni atəşkəs elan olunması və mərhələli nizamlanma prosesinin baş vermə ehtimalını zəiflədir. Bu senarinin reallaşması üçün hər iki tərəfin eyni vaxtda Körfəz ölkələri, Avropa İttifaqı və Çinin təzyiqi altında olması zəruridir. Eyni zamanda İran rəhbərliyində sağlam düşüncənin üstünlük qazanması da vacibdir. Xüsusən Prezident Məsud Pezeşkiyan, Parlamentin sədri Məhəmməd Bağır Qalibov və Xarici İşlər Naziri Abbas Əraqçının təmsil etdiyi qanat hazırda artan təzyiqlərlə üzləşib. Bu qanat ölkə iqtisadiyyatını təhdid edən riskləri,
eləcə də Körfəz ölkələri ilə düşmənçiliyin nəticələrini yaxşı anlayır. Digər tərəfdən bu ssenarinin reallaşması ABŞ administrasiyası daxilində də kompromis və mötədil siyasət məntiqinin yenidən üstünlük qazanmasını tələb edir. ABŞ-nin vitse-prezidenti J.D. Vance'in Joe Rogan'la son müsahibəsi İsrailin müharibənin davam etdirilməsində təhlükəedici rolunu açıq şəkildə ortaya qoyub. Hər halda ABŞ ordusunun İrana dünən gecəki hücumları da göstərir ki, hələlik proseslər Livanın məşhur Əl-Əxbar qəzetinin vurğuladığı istiqamətdə gedir. Qəzet yazıb, stat, İslamabad Anlaşma Memorandumunun sürətlə dağılması fonunda İranla ABŞ arasında qarşıdurma son dərəcə təhlükəli bir mərhələyə doğru irəliləyir. Bu proses hərbi əməliyyatların miqyasının genişlənməsi, tərəflər arasında döyüş meydanında verilən mesajların intensivləşməsi və İranın dəniz müharibəsinin daha da şiddətlənməsindən tutmuş, mümkün quru əməliyyatına qədər gündəmdə olan bütün senarilərlə üzləşməyə hazırlaşmasında özünü göstərir. Statın sonu. Bölgənin böyük müharibəyə sürüklənməsi isə təkcə qarşıdurma tərəflərini deyil, regional və qlobal təhlükəsizliyi də ciddi risklər və təhdidlər qarşısında qoyur.